Sizin Aygün bəylər heç vaxt onu bağışlamayacağım məsələn. Çox maraqlıdır. Hətta rəhmətə getsə Onu belə. qızışdırıb çıxardan adamları heç vaxt bağışlamayacağım. Bu da var. Çünki mən bu sənətə çox çətinliklə, əziyyətlə və gözəl səsi olaraq gəlmişəm. Kimsə də, özü mən belə, necə deyim, pis yollarla gəlməmişəm. Bu çətinlik də deyəndə bəzi müğənnilər deyir ki, ay sənin yolun, mənim yolum falan. Mən elə lazım əziyyəti çəkə-çəkə gəlmişəm. Fors atmamışam, 5 manatdırsa 5 manata gibi oxumuşam, 10 manatdırsa 10 manata. Fors atmamışam, harada gəldi oxumuşam, hara gəldi getmişəm. Ay Vüqarın konsertidir, meyxana gəlim orada meyxana oxuyum, gəlim bunu eləyim. Hər yerdə ola-ola bugün gəldim, onun bəhrəsini yeyirəm mən. Yəni, ona görə də birinin çıxıb o hansı yolla gəldi, nə bilim, adı nə yolla aldı. Yəni, bu almaq məsələləri də, bu məni çox incitdi, hədsiz. Hətta mən onu məhkəməyə verdim, 3 aydan sonra kağızı götürdüm geri. Gördüm, çox uzanır, bu da mənliyi deyir axı. Zəmrub dedilər ki, apellyasiya dedim, bağla bu söhbəti, qutardı. Oca mənə Aygünə qarşı da içimdə soyudu falan, amma sonra çıxıb biri də danışandan sonra başa düşdüm ki, yox, bu bir qadın bir qadına bunu etməməlidir. Yəni, edə bilməz. Bir də biz fərqli janrıq, heç kimdən də pis oxumuram, yəni. Heç kimdən də balaca ürəyim yoxdur mənim. Bəli. Ölməz. Ona görə də bağışlamadığım insanlar var. Yəqin ki, o dünyada söhbət edər.